Xəbər verdiyimiz kimi, İran martın 5-də Naxçıvan Muxtar Respublikası ərazisinə dronla hücum edib. Dronlardan biri Naxçıvan aeroportuna, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. 2 nəfərə baş beyin travması, digər 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Məsələ ilə bağlı Şimal News açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, bu çox xoşagəlməz bir hadisədir. Azərbaycan İran tərəfindən bunu gözləmirdi. Təbii ki, rəsmi Tehran bu məsələyə bir aydınlıq gətirməlidir ki, nədən bax belə bir şey gəldi, çıxdı meydana. Əslində Azərbaycan tərəfindən heç bir təhdid yoxdur, heç bir problem yaranmayıb və nəyə görə İran tərəfi bunu etməlidir? Həqiqətən də sualların sayı çoxdur bu məsələ ilə bağlı və onların da əksər hissəsini İran tərəfi özü açıqlamalıdır, yəni onlara cavab verməlidir. Və əsas cavab da ondan ibarətdir ki, yəni bunu gərək onlar özləri boyunlarını alsınlar ki, səhv adım atıblar, bu çox bağışlanmaz səhvdir və digər tərəfdən gələcəkdə belə şeylərə yol verməyəcəklər. Belə olmasa, onda mən elə başlayacağım ki, hətta belə diplomatik əlaqələrin kəsilməsinə qədər proses gedib çıxa bilər. Əgər İrana bu lazımdırsa, biz buna hazırıq. Bilmirəm, yəni biz zorla demirik ki, bizi sevin, bizimlə dostluq eləyin, qonşuluq münasibətlərimizi genişləndirək, gücləndirək. Biz sadəcə bunu edirik, danışmadan edirik. Amma siz niyə belə adımlara yol verirsiniz? Bax, bu müəmma doğuran bir məsələdir. İndiki bu vəziyyətdə belə bir aktı meydana gətirmək ondan xəbər verir ki, bəli, deyəsən İranda Azərbaycanı sevməyən qüvvələr indi özlərinə meydan tapıblar, güclənirlər və çalışacaqlar ki, indi İsraillə, Amerika ilə bərabər bəzi digər ölkələrdən, Körfəzdəki ölkələri artıq bu proseslərə qatdılar. İndi Azərbaycanı da buna qatsınlar. Amma Azərbaycan bir dövlətdir, bizim imkanlarımız da var, gücümüz də var ki, özümüzün sözümüzü deyək, onun arxasında duraq.